Girdiyimizdə də öz şəklimizi qoymalıyıq ki, bilinsin ki, məsəl üçün Facebookdakı kimi bilinsin ki, kimi, hardan gəlmişik məsəl üçün. Registrasiya olunandan sonra bizim profilimize göndərir. Hər şeyimiz yazılır. Burada adımız, soyadımız, yaşımız. Sonra da Home-a gedəndə, Home-da hər şey var. Məsəl üçün, popular details, məsəl üçün, kartımız var, nə bilim, hansın ölkəyə getmək, neçə puldandır. Sonra burada userlərin kommentariyaları var. Bütün userlər hansın kommentariya yazıbsa, axırıncı 4 dənəsini götürür. Burada da axırıncı 4 populyar postları göstərirlər. İndi də biz admin panelimizə giririk ki, orada bütün datalarımıza baxa bilək. Girəndən sonra görürük bütün datalarımızı. Blog postda məsəl üçün kim bloqu qoyubsa, onların postlarına baxa bilirik. Məsəl üçün orada bir nəfər baxıb o şeyə, posta. Onun bütün datalarını görürük, onların təqlərini görürük, ha vaxt qoyulub, neçədə qoyulub, saat neçədə, şəklini də görürük. Salam, mənim adım Amirdir. Bugün mən yemək haqqında saytda eləmişəm. Burada indi mən sizə Python JSON datanı göstəreyim.